Bu mərkəz Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qərarı ilə təsis edilib. 10 hektardan çox ərazini əhatə edən mərkəz Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda inşa olunub. Burada 65 metr hündürlüyündə günbəz də var. Mərkəzdə bir neçə şöbə, o cümlədən nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana, arxivlər və digərləri daxildir. Burada müxtəlif tarixi dövrlərə aid əşyalar, həmçinin əsərlər təqdim olunur. Əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir. Mərkəzin binasında 100 min əlyazma və 1 milyondan çox kitabın olduğu kitabxana yerləşir. Buradakı muzey ekspozisiyası İslamdan əvvəl sivilizasiyalar, birinci intibah dövrü, ikinci intibah dövrü, 20-ci əsrdə Özbəkistan, Yeni Özbəkistan, 3-cü intibahın əsası və müqəddəs Quran adlı zallardan ibarətdir. Ekspozisiyanın mərkəzində yerləşən müqəddəs Quran zalında müsəlman dünyasının mənəvi incisi Osman Quranı saxlanılır. Zalda müxtəlif dövrlərdə yazılmış Quranın əlyazma nüsxələri və onların özbək dilinə tərcümələri təqdim olunur. Yüzlərlə alim, ekspert, dini və ictimai xadim layihənin reallaşmasında iştirak edib. Bu mərkəz UNESCO və İSESCO-da daxil olmaqla bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Bu layihə Özbəkistan Respublikasının Prezident Administrasiyası yanında Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun sifarişi ilə həyata keçirilib. İncəsənət məkanında keramika, tikiş, zərgərlik məmulatları, həmçinin ağac üzərində oyma nümunələrinin nümayiş olunduğu sərgilər təşkil edilir. Burada eyni zamanda müxtəlif görüşlər, mühazirələr və maarifləndirici tədbirlər keçirilir.